Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Sizləri maraqlandıran suallara aydınlıq gətirmək üçün mütəmadi olaraq İpoteka və Kredit Zəmanət Fondunun Facebook səhifəsi üzərindən canlı yayımlar həyata keçiririk. Bugünkü canlı yayımızda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən danışacağıq. Ölkəmizdə kirayə mənzil mexanizminin tətbiq olunduğu ötən 5 il ərzində əldə olunmuş nailiyyətlər, eləcə də gözləntilərlə bağlı qarşıdakı 20-25 dəqiqə ərzində Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynəlovla suallara aydınlıq gətirəcəyik. Qeyd edeyim ki, canlı yayımızın davam etdiyi müddətdə izləyicilər Facebook səhifəsinin canlı yayım bölməsinə suallarını yaza bilərlər və həmin sualların da bəzilərinə aydınlıq gətirəcəyik. Xoş gördük Aslan müəllim. Aslan müəllim, Cənab Prezident tapşırığına uyğun olaraq ölkəmizdə əhalinin mənzil təminatının yaxşılaşdırılması ilə bağlı müəyyən layihələr həyata keçirilir və bu layihələrdən biri də satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmidir. Ölkəmizdə tətbiq yaşayış maliyyəsindən biri olaraq satmaq öhdəliyi kirayə mənzil mexanizmi istərdi xüsusiyyətlərindən və üstünlərindən danışaq, ondan sonra digər suallara keçid edək. Çox sağ olun mənim suala görə. Sizin də qeyd etdiyiniz kimi, ölkəmizdə əhalinin mənzil vəziyyətinin yaxşılaşdırılması istiqamətində uzun illərdir müxtəlif layihələr tətbiq olunur və bu günlərim satmaq öhdəliyi kirayə mənzil mexanizmi də bu layihələrdən biridir. Dediyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 9 yanvar, 25 yanvar 2019-cu il tarixli fərmanı ilə mexanizm yaradılmışdır və mexanizmin fəaliyyətinə 2020-ci ilin mart ayından start verilibdir və mexanizmin fəaliyyəti fonda həvalə olunmuşdur və mexanizmin yaradılmasının ən əsas başlıca məqsədlərindən biri xüsusilə şəxsi yığımları yetərli olmayan vətəndaşların öz mənzil vəziyyətinin yaxşılaşdırılmasına istiqamətlənmişdir. Qeyd etmək lazımdır ki, bir çox layihələrdə, misal üçün xüsusilə bir çox layihələrdə ilkin ödəniş tələbinin olması, müəyyən prosedur tələblərinin olması, gəlirlərə dair, xərclərə dair qiymətləndirmə proseslərinin olması bu bəzi vətəndaşların mexanizmlərdən kənar qalmasına səbəb olurdu və onların öz mənzil vəziyyətinin yaxşılaşdırmasını biraz çətinləşdirirdi. Və təbii ki, belə olan halda yaradılmış satmaq öhdəliyi kirayə mənzil mexanizmi həmin vətəndaşların öz mənzil vəziyyətinin yaxşılaşdırmasına bir imkandır. Belə ki, şəxsi yığımları yetərli olmayan vətəndaşlar ilkin ödəniş ödəmədən, yəni aylıq ödənişlərin, qabaqcadan aylıq ödənişlərin 12 aylıq ödəniş ödəmək şərti ilə öz mənzil vəziyyətlərini yaxşılaşdıra bilərlər mexanizmdən faydalanmaqla. Bunun üçün təbii ki, müraciət qaydaları çox sadədir. Birazdan həmin müraciət qaydalarla da bağlı ətraflı danışacağam. Təbii ki, mexanizmin yaradılmasının ən başlıca xüsusiyyətini qeyd etdik və burada bir çox üstünlükləri var mexanizmin. Belə ki, bu mexanizmdən vətəndaşlar uzunmüddətli şərtlərlə, yəni 25 illik müqavilə şərti ilə aylıq ödənişləri ödəməklə mənzilin mülkiyyətçisinə çevrilirlər. Yəni, sonda mənzilin sahibinə çevrilmiş olurlar. Eyni zamanda vətəndaşlar hər hansı bir qiymət artımı, bilirsiniz ki, bu günlərin kirayə bazarında, daşınmaz əmlak bazarında müəyyən qiymət artımları müşahidə olunur və bu kimi artımlar kirayə müqaviləsi bağlanmış vətəndaşların aylıq ödənişlərinə təsir etmir. Yəni, müddətin sonuna kimi, müqavilə müddətinin sonuna kimi aylıq ödənişlər dəyişməz olaraq qalır. Bu da əlavə bir üstünlüklərindən sayılır mexanizmin. Burada bilirsiniz ki, faiz gəliri nəzərdə tutulmayıbdır fondun. Yəni, burada yalnız mənzilin dəyərinin üzərinə müəyyən xərclər, qaydalarda nəzərdə tutulmuş xərclər hesablanmaqla aylıq ödənişlər hesablanır. Yəni, vətəndaşlara həmin aylıq ödənişlər təklif olunur. Əlavə olaraq vətəndaşlar müəyyən təmir, qeydiyyata düşmə imkanlarından faydalana bilirlər. Yəni, bu günlərin fondun mülkiyyətində olan və gələcəkdə mülkiyyətçisinə çevriləcək olan vətəndaşımız həmin mənzildə qalmaqla təmir imkanlarından faydalana bilirlər. Bunun üçün yalnız fonda müraciət edirlər və razılıq aldıqdan sonra öz mənzillərində yaxşılaşdırma işləri görə bilirlər. Əlavə olaraq vətəndaşlarımız mənzilə həm özlərini, həm ailə üzvlərini qeydiyyata sala bilirlər. Yəni, qeydiyyata düşmüş olurlar. Bu kimi imkanlar təbii ki, vətəndaşların kirayə mənzil mexanizmi marağını daha da artırır. Əlavə olaraq bilirsiniz ki, bu günlərin bizim xidmət mərkəzlərimiz mövcuddur. Biz Asan Xidmət Mərkəzlərindən əməkdaşlıq edirik və bizim 2 saylı kommunal xidmət mərkəzi, eyni zamanda Sumqayıt Asan Xidmət Mərkəzində vətəndaşların həm qəbulu, həm də müraciətlərə baxılması, məlumatlandırılması prosesləri icra olunur və mexanizm üzrə proseslər artıq 5 ilə yaxın bir müddətdir ki, uğurla davam etməkdədir. Aslan müəllim, siz qeyd etdiyiniz proseslər tam avtomatlaşdırılıb. Yəni, bu da çox maraqlıdır və mən istərdim ki, bunu tam detallı bir izah edək. Yəni, vətəndaş şəxsi kabinet yaradır, tam mənzil mülkiyyətçisinə çevrilir, evə köçür
və bu proses hansı ardıcıllıq, hansı mərhələlərdən ibarətdir? Sizin də qeyd etdiyiniz kimi, Ömər müəllim, vətəndaşlarımız üçün necə deyirlər, 2020-ci ilin mart ayından etibarən fəaliyyətə başladığımız müddətdən bu günə kimi müəyyən təkmilləşdirmə işləri görülmüşdür və eyni zamanda ipoteka və kredi zəmanət sistemi. Bunun üçün vətəndaşlarımız yalnız elektron sertifikat, yəni gücləndirilmiş elektron imza sertifikatı əldə etməklə, misal üçün asan imza sertifikatı əldə etməklə öz elektron kabinetlərini formalaşdıra bilirlər. Və bunun üçün də sizin də qeyd etdiyiniz kimi EGOV portalı üzərindən elektron ipoteka kredit zəmanət sistemində yaşayış sahəsinin satın öhdəlik kirayə verilməsi bölməsinə daxil olmaqla öz elektron müraciətlərini formalaşdıra bilirlər. Və təbii ki, öz elektron müraciətini formalaşdırmış vətəndaşlarımız müraciətini də elektron formada göndərir və müraciətini göndərən vətəndaşlara elektron sistemi tərəfindən avtomatik növbəllik əsasında görüş günü təyin olunur. Və biraz öncə qeyd etdiyimiz kimi proseslər müraciət anından yaşayış sahəsinin seçilməsi daxil olmaqla bütün proseslərə kimi tam avtomatlaşdırılır. Yəni bütün prosesləri vətəndaşlar yalnız öz elektron kabinetlərindən icra edirlər və bunun üçün də biraz əvvəl də qeyd etdiyimiz gücləndirilmiş elektron imza sertifikatından istifadə edərək bu işləri tamamlamış olurlar, icra etmiş olurlar. Belə ki, bu günlərin vətəndaşlarımız bu avtomatlaşdırılma, proseslərin avtomatlaşdırılması vətəndaşlara görüş günündə həmin qeyd etdiyimiz asan xidmət mərkəzlərində görüşdə iştirak edən zaman heç bir sənəd təqdim etmədən öz müraciətini təsdiq edə bilirlər. O imkanı verir. Yəni bu günlərin vətəndaşlar gəlirlərə dair sənədləri, öz ailə tərkibinə dair sənədləri, nikah sənədləri, digər zəruri sənədlərin hamısı elektron sistem tərəfindən tam olaraq əldə olunur və bu səbəbdən də vətəndaşlarımız görüş günü məntəqəyə yaxınlaşanda hər hansı bir sənəd təqdim etmədən müraciətlərini təsdiq edirlər. Təbii ki, burada bəzən vətəndaşlarımız öz gəlirlərini daha çox göstərə bilərlər, yəni qiymətləndirmə anında. Bunun üçün də bəzən olur vətəndaşlar gross əmək haqqısından əlavə, misal üçün əmək haqqı alır, amma müəyyən bir müddətdə 6 ay əmək haqqını hesablayanda orada mükafatları, bonusları da olur vətəndaşın və həmin gəlirlərin də nəzərə alınması üçün zəruri təsdiq edici sənədləri təqdim etdiyi halda həmin gəlirlər üzrə də hesablama aparılır. Məlumatlar əsasında qiymətləndirmə aparıla bilir və görüş günü vətəndaş yaxınlaşdıqdan sonra 5 iş günü ərzində vətəndaşların qiymətləndirməsi prosesi həyata keçirilir və onların gəlirlərinə və kredit tarixçəsinə görə qiymətləndirmə aparılır. Bu günlərin gəlirlər dedikdə də, rəsmi gəlirlər dedikdə, burada muzlu işlə gələn gəlirlər, yəni özəl və dövlət sektorundan əmək haqqları, eyni zamanda sahibkarlıq fəaliyyətindən olan gəlirlər, qeyri-sahibkarlıq fəaliyyətindən olan gəlirlər və cari transferlər, bugün dedik, pensiya, təqaüd, müavin sosial müavinətlər alan vətəndaşlarımız belə müraciət edərək mexanizmdən faydalana bilirlər. Hətta bilirsiniz ki, bir neçə müddət əvvəl sabit vergi ödəyiciləri üçün belə, yəni hansı ki, onlar öz gəlirlərini tam göstərə bilmirlər, rəsmi gəlirlərini. Sahibkarlıqla məşğul olan tərəfdir, pinəçilərdir, musiqiçilərdir, bərbərlərdir, bəli. Sanki televizor soyucu ustalardır, bəli. Həmin şəxslər öz gəlirlərini tam göstərə bilmədiyi üçün sabit məbləğdə vergi ödəyirlər dövlətə. Və təbii ki, rəsmi sənədlər fonda təqdim edildiyi müddətdə onların fəaliyyət müddətinə görə fond olaraq hesablama aparır. Yəni, onlara maksimal aylıq ödəniş həddi və müddəti müəyyən edilmiş olur. Və bu formada qiymətləndirmə aparıldıqdan sonra vətəndaşlara fond tərəfindən təsdiq getdikdən sonra, bildirişi getdikdən sonra 7 iş günü ərzində mənzil seçimi imkanı yaradılmış olur. Və təbii ki, vətəndaş mənzil seçimini etdikdən sonraki 7 iş günü ərzində artıq rəsmiləşmə prosesi icra olunur. Bütün bu proseslər əslində ən qısa vaxtda icra olunur. Yəni, proseslər tam avtomatlaşdırıldığı üçün biraz əvvəl sadaladığım o müddətlər, 5 iş günü, 7 iş günü, bütün bu proseslər vətəndaşın görüşə gəldiyi gündən mənzil seçimi rəsmiləşməyə 3 iş günü alır. Yəni, bunun üçün uzun bir müddət lazım olur və həmin müddətdən sonra vətəndaş mənzilinin sahibinə çevrilmiş olur və qiymətləndirmədə də çox yumşaq tələblər tətbiq olunur. Bu günləri bilirsiniz ki, kredit tarixçəsinə görə vətəndaşlar müsbət, qənaətbəxş və mənfi kateqoriyaya ayrılırlar və ona görə qiymətləndirməsi aparılır və bu günlərin qiymətləndirmə aparılansa misallar üzərində qeyd etsək, bu günlərin 1000 manat gəliri olan vətəndaşımız əgər müsbət kredit tarixçəsi varsa, bu zaman onun gəlirləri hesablanan zaman heç bir yaşayış minimumi tətbiq olunur. Yəni, əlavə xərclər tətbiq olunur. Burada yalnız onun gəlirindən, 1000 manat gəlirindən hər hansı bir öhdəliyi varsa, ödəmələri, kredit üzrə ödəmələri varsa öhdəliklər. Həmin xərclər çıxılır, yerdə qalan məbləğ ona maksimal aylıq ödəniş həddidir. Misal üçün, müsbət kredit tarixçəsi olan vətəndaşımız var ki, bugün hər hansı bir öhdəliyi yoxdur və tarixçəsi də müsbətdir. Belə olan halda onun ödəmə qabiliyyəti 1000 manat müəyyən olunur. Yəni, həmin gəliri tam olaraq kirayə ödəmə
kimi götürülür. Eyni zamanda burada bilirsiniz ki, mənfi kredit tarixçəsi olan vətəndaşlarımız da onlara da imkan yaradılır ki, bu mexanizmdən istifadə etsinlər. Ola bilər hansısa bir müddətdə kredit ödəmələrində gecikmələr olsun. Amma bu onların kirayə mənzilindən kənar qalmaları üçün bir əsas sayılır. Onların da müəyyən bir qiymətləndirməsi aparılır. Tarixçələrə görə qiymətləndirmə olaraq aylıq ödəniş müəyyən olur. Və bundan sonra da qeyd etdiyimiz kimi müəyyən məbləğ müəyyən olandan sonra mənzil seçimlərini edəndən sonra rəsmiləşmə prosesləri icra olunur. 7 iş gün ərzində vətəndaş ev seçdi. Bundan sonra hansı proseslər baş verir? Yəni notarusla rəsmiləşdirmə və vətəndaşların öz mənzilinə köçməsi. Bu nə qədər vaxt aparır təxminən? Biraz əvvəl qeyd etdiyim 3 iş günü həmin proseslər də əslində o işin içərisində daxil. Təbii ki, rəsmiləşmədən sonra müəyyən bir müddət müqavilədə də qeyd olunur ki, 10 gün ərzində vətəndaşların mənzilləri təhvil verilir. Amma ki, bu müddət də ən qısa vaxtda icra olunmuş olur və hətta 3 iş günün ərzində bütün prosesləri icra etmək mümkündür. Kimsə o seçdiyi mənzildən imtina edə bilərmi? İmtina edə bilər və əlbəttə ki, müəyyən bir müddət ərzində, yəni 7 iş günü ərzində vətəndaşlar yenidən seçim imkanlarından faydalana bilirlər. Bunun üçün də müraciət edərək fonda öz imkanlarından faydalanmaq üçün müraciət edirlər və ona uyğun dəyərləndirmə aparılaraq onlara yenidən seçim hüququ tanınmış olur. Mən istəyirəm izləyicilərimizin suallarından bir neçəsini səsləndirək. Deməli, vətəndaşımız yazır ki, vətəndaş ödəniş qabiliyyəti olmadıqda və ya dünyasını dəyişdikdə, əgər ailə bu ödənişi edə bilmirsə, ev əlindən alınır. Bu belədirmi? Yox, əslində kirayə mənzil mexanizmində öhdəliyin ötürülməsi prosesi, yəni vətəndaşlara imkan verir ki, əgər dünyasını dəyişmiş bir şəxs varsa və bizdə təcrübədə də gəlirləri azalıb ödəyə bilmir, borcunu və aylıq ödənişlərini ödəyə bilmir. Hər ikisini belə. Bunların hamısı təbii ki, fondda ilk öncə qiymətləndirilir. Yəni bütün bu proseslər vətəndaşın müraciətindən sonra, kirayəçinin müraciətindən sonra ilkin olaraq rəsmi sənədlər əsasında qiymətləndirməsi aparılır və ona görə qərar qəbul olunur. Və biraz izləyicinin dediyi suala əsasən qeyd edim ki, əgər vərəsəlik üzrə həmin kirayə öhdəliklərini öz üzərinə götürmək istəyirsə, ödəmə qabiliyyəti varsa həmin şəxsin vərəsənin, bu zaman müqavilə üzrə öhdəliklər ona keçir. Və yaxud da öhdəlik ona keçdikdən sonra, yəni vərəsəyə keçdikdən sonra ödəmə qabiliyyəti yoxdursa və ödəmə niyyəti yoxdursa, bu zaman həmin şəxslər, kirayəçilər öz öhdəliklərini başqa bir şəxsə ötürə bilirlər. Yəni bu imkandan faydalana bilirlər. Bunu başqasına satmaq kimi, təkfir etmək kimi bəli. Yəni biraz öncə qeyd etdiyim bu aylıq ödənişlərin itirilməmə məsələsi var. Yəni bu kirayə mənzil mexanizminin əsas özəlliklərindən biri odur ki, vətəndaşlar ödədikləri məbləğləri heç bir halda itirmirlər. Yəni öhdəlik ötürmə halında belə bir şəxs öz öhdəliyini digər şəxsə ala bilirlər. Bəli, bu halda da təbii ki, fond həmin ödənişlərə heç bir halda qarışmır. Fondda yalnız müqavilə tərəfi kimi öhdəliyin ötürməsi prosesini həyata keçirir və bunun üçün yalnız təklif olunan yeni namizəd, yəni kirayəni ötürəcəyi şəxs, müqavilə üzrə öhdəlikləri ötürəcəyi şəxs fondun tələblərinə, qaydalarına cavab verməlidir. Yəni həmin şəxsin də qiymətləndirilməsi aparılır, ödəmə qabiliyyəti müəyyən edilir. Əgər həmin müqavilə üzrə aylıq ödənişləri ödəmə imkanı varsa yeni namizədin, bu zaman öhdəlik ötürmə prosesinə icazə verilir. Son dövrlərin təhlilləri göstərir, həm zəng mərkəzinə, həm sosial media hesablarına vətəndaşların müraciəti ilə bağlı bizim Asan Xidmət, Asan Kommunikasiya Mərkəzinə və bu sahəyə maraq ildən-ilə getdikcə artır. Mən istəyirəm son 5 ilin bir statistikasına nəzər salaq. Həm də bu ilin 9 ayını, yəni son 5 ildə və 2025-ci ilin yanvar-sentyabr aylarında, yəni 9 ayda 3 il ərzində nə qədər insanlarımız faydalanıb, nə qədər belə də mənzillər təklif olunub, ünvanlar hansı ərazilər olub, yəni Bakı, Sumqayıt, Abşeron hansı ərazilər olub, buna da bir aydınlıq gətirək. Ümumiyyətlə, kirayə mənzil mexanizminin çıxışının ilk başda dediyimiz kimi, bu kirayə mənzil mexanizminin proseslərinin sadə olmağı, burada ilkin ödəniş tələbinin olmamağı, yəni qabaqcadan aylıq ödənişlərin yəni 12 mislini ödəməklə, eyni zamanda faiz tələbinin olmaması, bu kimi hallar mexanizm marağı çox böyük. Yəni mexanizm marağı daha da artır. Biz bunu həm də ildən ilə artan müraciətlərin sayında da görə bilirik. Yəni təkcə bu il belə müraciətlərin sayı digər əvvəlki illərə nisbətən 2 dəfə çoxdur. Yəni hətta rəsmiləşmənin sayında da bunu görmək olar. Təkcə bu artıq bugünkü tarixə 8248 müqavilə rəsmiləşdirilib. Yəni 8200 ailə öz mənzil vəziyyətini yaxşılaşdırıb. Kirayə mənzil vasitəsilə mənzil sahibi oldular. Və bu ilin təxminən 9 ayının göstəricilərinə baxanda 1988 sayda müqavilə rəsmiləşdirilib. Təxminən 2000. Yəni təsəvvür edin, biz keçən il 1871 sayda müqavilə rəsmiləşdirmişik.
İlərisində. Təbii ki, həmin ildə, bir əvvəlki illə müqayisədə 2023-cü il çox idi. Bu il isə artıq 9 ay ərzində biz bu müqavilələrin sayını 1988-ə çatdırmışıq. Yəni bu da təbii ki, vətəndaşların mexanizm marağını ildən də daha da artdığına əsas verir. Biz bunu bilirsiniz ki, bizim Aslan Hikmət kimi gələn müraciətlər, vətəndaşların məlumat üçün gəlmələri, vətəndaşların istək və tələbləri, bütün bunları əsas götürərək, yəni bunların mexanizm marağının daha böyük olduğuna özü də qeyd edə bilir. Bir sual da var. İzləyicimiz soruşur ki, deməli, görüş günü hər hansı bir iş çıxarsa, problem olarsa, məni başqa vətəndaş əvəz edə bilərmi kimsə? Qeyd edildiyi kimi, əslində görüş günündə vətəndaşların özlərinin iştirak etmələri, yəni biz tövsiyə edirik və daha məqsədə uyğundur. Belə ki, görüş günündə rəsmi etibarnamə, yəni sənədlə təsdiq olunmuş etibarnamə çıxış edən vətəndaşlar, yəni icazə verilir. Etibarnamə əsasında onu digəri əvəz edə bilər. Bu sualı da aydın gətirdik. Bir də mən ünvanlar, yəni hansı ərazilərdə, yəni Bakıda, Sumqayıtda 17 ünvanla mən bildiyim qədər bəli. 17 ünvanda biz 5 il ərzində 17 ünvanda vətəndaşlara mənzillər təklif etmişik. Bu həm Abşeron rayonunda, Sumqayıt şəhərində, eyni zamanda Bakı şəhərində mənzillər təklif olunubdur. Təkcə bu ilin 9 ay ərzində 4 ünvanda vətəndaşlara mənzil verilib, mənzillər təklif olunubdur. Burada bilirsiniz ki, Bakı şəhərində 2 fərqli ünvanda, həm Binəqədi rayonu Cəfər Xənnam küçəsində, eyni zamanda Biləcəri qəsəbəsində mənzillər təklif olunubdur və Sumqayıtda isə Sahil küçəsi və Sülh prospektində vətəndaşlara mənzillər təklif edilir. Mənim deməli, Ənvər Aslan adlı izləyicimiz də yazıb ki, hazırda bu gözəl sosial layihəyə cəmiyyətin marağı daha çox cəlb etməsi səbəbindən layihə üzrə müraciətlərin sayı günbəgün artmaqdadır. Bu da öz növbəsində görüş müraciətlərinin uzanmasına səbəb olur. Bu məsələyə necə baxırsınız? Yəni gələcəkdə siz də qeyd edirsiniz, yəni müraciətlər çoxdur və ildən ilə dinamik edilir. Təkcə son ildə 2 dəfə artıbdır. Yəni vətəndaş daha tez görüş almaq üçün yəqin onunla bağlı sual verib bu məsələ ilə bağlı. Biz vətəndaşlarımızın istək və tələblərini daimi onların nəzarətə götürürük. Yəni bizə çoxsaylı müraciətlər olur və bunların qiymətləndirilməsi təbii ki, aparılır. Və bu da bizim işimizdə, yəni təkmilləşdirmə proseslərində hamısının necə deyirlər, bütün vətəndaşlarımızın tələbləri nəzərə alınmaqla müəyyən təkmilləşdirmə işləri aparılır. Təbii ki, bir məsələni qeyd etmək lazımdır ki, bizdə demək olar ki, kirayə mənzil mexanizmində hər ay yeni mənzillər olur. Yəni mənzil fondu hər ay yenilənir. Demək olar ki, yenilənir. Yəni müqayisə olunsa iyul, avqust, sentyabr aylarında yəni yeni mənzillər çıxır. Bu o deməyə əsas verir ki, yəni görüş günləri təbii ki, elektron sistem tərəfindən təyin olunur, yəni bu növbəlik əsasında təyin olunur və qeyd olunan suallar isə, yəni növbəti illərdə, gələcəkdə bunlar nəzərə alınmaqla müəyyən təkmilləşdirmə işləri aparıla bilər. Daha çox elə bununla bağlı izləyicilərimizdə sual var. Yeni ev almaq istəyənlər maraqlanırlar ki, ilin sonuna doğru yeni ünvanlarda mənzillərin təqdimiyyatı, satışa çıxarılması gözlənilirmi? Təbii ki, biz mütəmadi olaraq qeyd edirik ki, mənzil fondu mütəmadi olaraq yenilənir, yəni vətəndaşların istək və tələbləri əsasında. Biz bununla bağlı fondun rəsmi internet səhifəsində daimi məlumat yerləşdiririk. Yəni bizim 1549 çağrı mərkəzinə zəng edilə bilər. Eyni zamanda fondun rəsmi internet səhifəsində mənzillər siyahısında mütəmadi olaraq mənzillər barəsində həm elan, həm xəbərlərdə məlumatlar yenilənir, yerləşdirilir. Xahiş olunur ki, vətəndaşların daimi fondun rəsmi internet səhifəsini izləsinlər. Və təbii ki, mənzillər siyahısı yeniləndikcə də bu barədə məlumatlar təqdim olunacaq. Mən də əlavə eləmək istəyirəm, xəstən özünüz fikrinizdə, yəni mənzillər təqdim olunmamışdan təxminən bir həftə 10 gün qabaq biz həm mətbuat vasitəsilə, həm sosial şəbəkə hesablamamız vasitəsilə biz ictimaiyyətə məlumat veririk ki, filan ünvanda, filan sayda mənzil, hətta nə vaxt onların seçimlə başlanacaq saatın eyni zamanda ən aşağı qiymətlər hardan aşağı qiymətə təklif olunur, onlar da biz qeyd edirik. Aslında istəyirəm sonuncu sualı mən verim. Deməli, kirayə mənzil mexanizmindən bir şəxs 2 dəfə faydalana bilər. Yəni, bir müqaviləsi qüvvədə olur, ikinci dəfə də seçim edə bilər. Öyrənmək istəyirəm ki, kimsə, belə deyim, tutaq ki, Sumqayıtda ev seçib və o evi öhdəliyi ötürməklə, sonra növbəti mərhələdə, tutaq ki, Abşeron və Bakı şəhərində seçimlər olarsa, orada iştirak edə bilərlərmi? Mövcud qaydalara əsasən həmin şəxslər iştirak edə bilər. Yəni, hazırki qaydalarda 2 aktiv kirayə müqaviləsi ola bilər. Yəni, bu günlərim Abşerondan götürülmüşsə,
və öhdəlikçisi bir il sonra, təbii ki, orada bilirsinizdir, qeyd etmək lazımdır ki, Yəni, mən bir ildən tez olmaz, onu qeyd etmək xahiş edirəm, bəli. Bir ildən tez İzləyicimizin bilsinə belə. ola bilməz. Yəni, bir ildən sonra öhdəliyini ötürdükdən sonra yeni ünvanda mənzil çıxdığı təqdirdə, təklif olunduğu təqdirdə həmin layihədən istifadə üçün müraciət edə bilər. Bir son sual indi izləyicimiz yazdı. Deməli, Nağızadə kirayə mənzillə ev satın alan vətəndaş deməkdə getdikdə müqaviləyə əlavə ilə öhdəlik vərəsəyə ötürülür. Vərəsənin rəsmi gəliri olmadıqda necə olur? Şəxslərin ümumiyyətlə vərəsəlik olduğu təqdirdə həmin şəxslərin gəlir və xərcləri qiymətləndirilir. Birbaşa vərəsəlik sənədi təqdim olunur fonda və satma öhdəli müqaviləçi öhdəlikdən həmin şəxsə keçir. Bir də aslında mən bu belə deyim, mexanizmin üstünlüklərindən biri də qiymətlərin stabil olmasıdır. Yəni ödəniş qiymətlərinin stabil olması. Yəni əgər vətəndaş 25 illik, 300 aylıq kirayə mənzil alıbsa, yəni bu günləri ayda 650 manat ödəyirsə, 25 ildən sonra belə deyim, əmlak bazarında qiymətlər neçə dəfə, neçə faiz artsa da, mən bildiyim qədər buna təsir eləmir. Vətəndaşlarımız əlavə olaraq sizin sözünüzə görə müəyyən ödəniş imkanlarından da faydalana bilirlər. Ki, bu günlərin kirayə mənzildə müəyyən güzəştlər tətbiq olunur. Biraz əvvəl də qeyd etdiyimiz kimi. Bu güzəştlər, yəni tam ödəniş etmə imkanlarından yararlana bilirlər vətəndaşlar, hətta qismən ödəniş etmə imkanlarından yararlana bilirlər. Yəni sizin qeyd etdiyiniz aylıq ödənişlər artmaq əvəzinə daha da azala bilər. Və misal üçün vətəndaş bu günləri müqavilə 25 illik bağlayır və 10 il ərzində müqavilə üzrə öhdəliklərini tam icra edir, tam bağlayır. Bu zaman həmin vətəndaşlara güzəştlər tətbiq olunur. Daha az pul ödəyir demək istəyirsən. Daha az ödəniş eləməklə öz mənzilin mülkiyyətinə çevrilmiş olur və təcrübədə də artıq bir neçə sayda bizim bu tip müqavilələrimiz mövcuddur. Aslında mən tutaq ki, vətəndaş ilkin mərhələdə 12 ayın yox, tutalım ki, 48 ayın ödəniş edirsə, artıq onun da aylıqları xeyli aşağı düşür. Həm ödəniş imkanlarından istifadə etməklə bununla da bağlı onların güzəştli hesablaması kalkulatoru var. Kirayə elektron kabinetlərində, yəni müqavilə imzalandıqdan sonra elektron kabinetdə güzəştli hesablaması kalkulatoru aktivləşir. Və həmin kalkulatorda onlar hesablaya bilirlər. Aylıq ödənişi bir neçə misli həddində ödədikdə hansı dəyişikliklər olur cədvəldə. Və ona uyğun da öz ödəniş seçimlərini edə bilirlər və ödənişlərini etdikdən sonra avtomatik olaraq qrafik yeniləməsi baş verir. Sağ olun Aslan müəllim, təşəkkür edirik. Yəni maraqlı mövzudur. O izləyicimiz qeyd edən kimi çox gözəl sosial bir layihədir. Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq Azərbaycanda əhalinin belə deyim, o ilkin ödəniş qabiliyyəti olmayan, yetərli maliyyə yığıbları olmayan vətəndaşların mənzil sahibi olması ilə bağlı artıqda qeyd ediriz. 8200-dən artıq vətəndaş bu kirayə mənzil mexanizmi evlə təmin olunubdur. Mən sizə təşəkkür edirəm ətraflı məlumat üçün və izləyicilərimizin diqqətinə çatdırmaq istəyirəm ki, bu bizim canlı söhbətimiz həm də Facebook səhifəsində yerləşəcəkdir və kim imkan edib, vaxt edib bizim belə deyim, söhbətə qulaq asa bilmirsə, orada təkrar dinləyə bilər. Əgər sualları varsa da, həmin orada qeyd edə bilərlər, əlavə suallar da bizim SMM xidməti tərəfindən cavablandırılacaq və yaxud da ki, adəti üzrə yönləndiriləcəkdir. Təşəkkür edirəm, çox sağ olun. İzləyicilərə təşəkkür edirik. Sağ olun, salamat qalın.